Görün Fransada bir nəfər toy xərclərini qarşılamaq üçün hansı üsula əl atıb? Dagobert Renov adlı bir şəxs X platformasında deməli bir post paylaşıb ki, bəs bir müddətdən sonra mənim toyum olacaq. Toyda geyinəcəyim kostyuma reklamlar götürürəm. Həmin kostyumun eskizini də belə paylaşıb ki, yəni məsəl üçün sizin reklam burada ola bilər, burada ola bilər. Yəni buranın qiyməti budur, buranın qiyməti budur. Bir sözlə 26 yer ayırıb kostyumunda. Hazırladığım mətni tam olaraq oxuyun, siz də tam xəbərdar olun. Fransalı satış mütəxəssisi və startap qurucusu Dagobert Renov öz toy geyimini qeyri-adi şəkildə maliyyələşdirib. O, smokinə startap şirkətlərinin loqoları ilə bəzəyərək reklam lövhəsinə çevirib. Renov iyul ayında elan edib ki, toy xərclərini sponsorluq yeri satışı ilə qarşılamaq niyyətindədir. Nəticədə AI, SaaS və texnologiya sahəsində fəaliyyət göstərən 26 şirkət, həmçinin onun çalışdığı Comp AI şirkəti də bu təşəbbüsə qoşulub. Dərzi tərəfindən xüsusi hazırlanan kostyum şirkət loqolarının tablosuna çevrilib. Yəni görün adam nədən pul çıxardıb? Həyatının ən xüsusi gününü, yəni marketinqə çevirib.